ki, Azərbaycan indiki gəlirləri ilə, bu enerji daşıyıcılarından olan gəlirləri ilə, zəhmətkeş Azərbaycan xalqı ilə, yəni hər şeydən pul çıxartmağa bacaran Azərbaycan xalqı ilə indi yaşadığından qat-qat yaxşı yaşamalıdır. Nəinki Gürcüstanla, məsəl üçün Azərbaycanın təxminən Çexiya kimi bir dövlət olmaq imkanı var. Azərbaycanın təxminən, məsəl üçün Bolqaristandan daha inkişaf edilmiş ölkə olmaq imkanı var. Elə imkanları var Azərbaycanın. Amma Azərbaycan heç bir neft gəlirləri olmayan, enerji daşıyıcıları olmayan Baltikyanı ölkələrin insanların həyat səviyyəsindən daha aşağı həyat səviyyəsində yaşayır. Halbuki bizim imkanlarımız onlardan qat-qat yaxşı yaşamağa imkan verir. Xüsusilə enerji daşıyıcılarına görə. Bu məsələyə bir gətirim. Azərbaycanın bugün yaşayış səviyyəsi Baltikyanı ölkələrdən də, mən bu yaxınlarda Bolqaristandan gəlirdim. Bolqaristana baxanda Azərbaycanın 90-cı illəri yadına düşür ki, həminki bir vəziyyətdədir. Hər birində krizis Baltikyanı ölkələrinin özündə də, bu yaxınlarda biz NATO-nun tədbirində iştirak edirik, Estoniyada bütün vətəndaşlar bankçılara borçlu və çox ağır bir vəziyyətdədirlər. Çətin bir vəziyyətdir. Azərbaycanın yaşayış tərzi ilə siz onları yəqin ki görməyibsiniz, ona görə müqayisə eləməyin. Azərbaycan bugün müqayisə oluna bilər inkişaf etmiş Avropa dövlətləri ilə, Qərbi Avropa dövlətləri ilə və digər dövlətlər. Azərbaycan artıq Şərqi Avropa dövlətləri ilə müqayisə oluna bilməz. Həmin Çexiya bugün Azərbaycandan kredit alır. Azərbaycan kredit verir. Çexiyada yolların çəkilməsini Azərbaycan yol çəkir. Həmin o keçmiş Yugoslaviya ölkələrinin hər birində Azərbaycan iş aparır. Bununla Azərbaycan müqayisə. Söhbət dövlət büdcəsindən, yollardan yox, əhalinin yaşayış səviyyəsindən gedir. İstər Baltikyanı ölkələrdə, istər Şərqi Avropa ölkələrində hər bir vətəndaşın, əhalinin hər bir üzvünün aylıq gəlirləri Azərbaycandakı hər bir Azərbaycan vətəndaşının aylıq gəlirlərindən dəfələrlə çoxdur. Rusiyada, Baltikyanı respublikalarda, hətta Gürcüstanda pensiyalar Azərbaycandakindən yuxarıdır. Orta aylıq əmək haqqı Şərqi Avropa ölkələri ilə Azərbaycan ölkələrini müqayisə etmək qeyri-mümkündür. Bunlar faktlardır, bunlar rəqəmlərdir. Mən bir məsələni müqayisə eləmək istəyirəm. 2002-ci ildə Azərbaycan dövlətinin büdcəsi 2 milyard euro idi təxminən. O vaxt dollar idi, amma indiki pulla belə deyək ki 2 milyon manat idi. 2002-ci ildə neft gəlirləri də vardı. Ancaq indiki qədər çox deyildi. Hələ Bakı-Ceyhan kəməri işə düşməmişdi. 2 milyard idi. Gürcüstanın nefti yoxdur. Gürcüstanın dövlət büdcəsi 5 milyarddır. Bu düzgün siyasətin nəticəsidir. Bu turizmdən mi alındı, hardan alındı, necə alındı, bu onu göstərir ki, aparılan düzgün siyasət, liberal iqtisadiyyat, bazar iqtisadiyyatı ona gətirib çıxarır ki, 500 min olar Gürcüstanın kəminki vaxtı. 2002-ci ildə Azərbaycanın dövlət büdcəsi 2 milyard. 2 milyardır. Gürcüstanınki 5 milyard. Çox az. İndi 5 milyard. Amma neft gəlirləri yoxdur. Azərbaycanca 20 milyarddır. Bəli, Azərbaycanın indi 20 milyard ona görə ki, siz 70% deyirsiniz, ancaq artıqdır və digər enerji daşıyıcılarından olan gəlirlər hesabına Azərbaycan dövlət büdcəsi formalaşır. Faktiki olaraq Azərbaycanda qeyri-neft sektoru fəaliyyət göstərmir və bugün birdən Azərbaycanın nefti qurtarsa, Azərbaycan nefti azalmağa doğru gedir. Azərbaycan fəlakətli bir iqtisadi böhran qarşısında qalacaq. Biz bunu görürük, biz bunu bilirik. Və mən bax bu gənclərə bunu deyirəm, qoy bilsin. Şənməyəcək bu bir gedir. İkincisi, neftdən gələn gəlirlər hamısı Azərbaycanda infrastruktura qoyulur, Azərbaycanda məktəblər tikilir, xəstəxanalar tikilir, yollar tikilir, kompleks Azərbaycan xalqı. Azərbaycanda proyektlər ancaq milyardlıqdır, amma iş yerləri açılmır, fabriklər açılmır, çox zavodlar açılmır. Nə qədər atıb? Yəqin sizin məlumatınız yoxdur, ya da oxumaq istəmirsiniz. Mən Azərbaycan cəmiyyətinə oxumaq istəmirsiniz. Azərbaycan regionlarında nə qədər istehsal müəssisələri açılıbdır? O günlər heç Sovet hökumətinin vaxtında bu iqtisadi istehsal müəssisəsi olmuyubdu Azərbaycan. Niyə ki Azərbaycanda Sovet hökuməti vaxtında istehsal müəssisələri indikindən çox olmalıydı ki? Bu nə müqayisə? Ümumiyyətlə mən deyirəm ki, deyirsiniz, yəni hər bir rayona biz gündəlik işimizdir və hər gün o rayonlarda əlaqə saxlayıb gedirik, özümüz iştirak edirik. Elə rayon yoxdur. Azərbaycan regionları bərbad Azərbaycan regionları hər rayon bir küçədən ibarətdir. Bir küçənin kənarında Azərbaycan rayonlarında həyat səviyyəsi indiyə qədər Azərbaycan regionlarının heç biri bu cür olmamışdır. Yəqin çoxdan da olmuşsunuz regionlarda. Gedin regionlara görərsiniz. Bütün rayonları bir küçəli rayonlara çevirir. Qəti şəkildə. Bütün rayon, şəhər mərkəzləri elə geniş inkişaf edib ki, məsələn, istənilən bir Azərbaycanın rayonunu götürün,
Tiflis şəhərini götürün. Ondan 10 dəfə yaxşı vəziyyətdədir. Əgər inkişaf belə böyüksə, niyə yol kənarlarına divarlar hörürsünüz ki, yoldan keçənlər rayonları, kəndləri, şəhərləri, evləri görməsinlər? Birincisi Bakı şəhərindədir. Bakıda da divarlar hörülür. Rayonlarda da hər yerdə, harda ki, su gözəlliyi var. Magistral var, yol kənarlarına divarlar hörürsünüz ki, bu yolla gedən oranı görə bilməsin. Əgər gözəldirsə, şərait yaradıb görsünlər, niyə gizlədirsiniz? Biz onu gizlətmiyoruz. Əksinə biz orada gözəllik yaradırıq. Gözəllik yaradırıq. Divarlar içində gözəllik. İnsan zövqlə geçsin. Divarlar içərisində zövqlə geçsin. Hər bir yerində yoxdur. Ancaq Bakı şəhərindəki traslara insanlar çıxmasınlar, müəyyən uşaqların zaten trasa çıxmamasından əlaqədir. Əslində onların təhlükəsizliyi üçün onlar yaradılır. Aydın Bey, teşekkür ederim. Teşekkür ederim.